Rəhman, qardaşım, bəlkə bir dənə rəvayət deyəsən. Kulağasın ey cemaat, belə olurdu rəvayət. Sanmayın ki yalandır, həqiqidir olandır. Çatıqçılıq həyatı, çox sıxır cemaatı. Söhbət atın yerində, rayonların birində bir dənə cavan var imiş, haqqa tərəfdar imiş. Uzun sözün qısası var imiş bir anası, onunla fəxr edirmiş, hak yolunu gedirmiş. Bir gün o koca ana söylədi ki oğlana, gedir ömür karvanım, ay sənə qurban canım. Gəzirsən, əylənirsən, bəs hasan evlənirsən. Oğul eşidib sözləri, işıqlandı gözləri. Dedi ki ay əziz anam, düşmə qəmə hitrana. Qoy deyim həqiqəti, sevirəm bir afəti. Namuslu qeyrətlidir, abırlı ismətlidir. Razılığımı verərsən, o qıza elçi gedərsən. Ana dedi ki razıyam, bir işdən narazıyam. Bunu mənə tez deyərdin, bir kəlmə söz deyərdin. O qız gilə gedərdin, elçiliğimi edərdin. Mərd olur sevən gönül, heçindi də keç dögür. Qisməti var hər kəsin, göstər mənə adresin. O qızı sənsin alım mən, sonra rahat olum mən. Oğul da razılaşdı, ana durub azılaşdı. Sevinci ilə gülə gülə, tez yollandı qız gilə. Gedib alıp cavabın, kazandı öz sababın. Oğlan murada çatdı, sür sevenler azalttı. Sevgisi möhkem oldu, amma ahırı qəm oldu. Üstüne xeyli keçdi, üstün geldi yetişti. Gördü yoktur imkanım, fikirden eriyir canım. Çok götür koy eylədi, neyniyim mən söylədi. Öz-özünə danışırdı, yanırdı, alışırdı. Birden xəyala daldı, dostun yadına saldı. Dedi uşağıdır yoldaşım, canım dostum sirdaşım. Rüsiyettedir bu saat, özü de yaşayır rahat. Əvvəlcə zəng eyliyim, vəziyyətimi söyleyeyim. Razılıq versə əgər, yola düşsəyəm şəhər. Zəng eləyir dostuna, dərdini açır ona. Deyir ay can cigərim, çoxalıb qəm kədərim. Həyatla üzlüşmüşəm, pis vəziyyətə düşmüşəm. İmkan var tut əlimdən, bu iki götür belimdən. Dosta deyir darıqma, onsun ürəyimi sıxma. Canım da qurban sənə, yadında o vaxt mənə. Sən də etmisən kömək, dostlar günündə gərək. Razıyam gəl yanıma, olduğum ünvanıma. Dostu verir adresin, bitirir son kəlməsin. Oğlan elə həmən an, olur yaman şadıma. Gəlib deyir anasına, ana da deyir balasına. Oncu nəyə canlısan, axır sən nişanlısan. Qızlar razılaş sinən, görüş sağ ollaş sinən. Sonra çıx get səlamət, ol Allaha əmanət. Oğul da başa düşdü, gedib yadla görüşdü. Söylədi ey sevgilim, yaman çəkirəm zülüm. Toy etməkdir niyetim, amma pisdir vəziyyətim. Dözə bilərsən əsrətə, çıxım gedim Rusiyyətə. Gedim özümü tutum mən, püskünü unutum mən. Əlimdə imkan eləyim, gəlib toy nişan eləyim. Oğlan dedikcə sözü, yaşla dolurdu gözü. Özünü bəs saxlayırdı, qızı isə ağlayırdı. Ağlasa da o dilbər, razılaşdı bir təhər. Gözü yaşla dola dola, oğlanı saldı yola. Oğlan da çox kövrəlib, qayıdıb evinə gəlir. Görüşüb öz anasıyla, o əziz anasıyla. Öpüb ananın əlindən, ayrıldı öz elindən. Nəysə çox uzatmayın, başınızı ağratmayın.
Gəlib Rusiyyətə çatır, axtarıb dostun tapır, dostu görür şad olur, oğlana isnad olur. Bir yerdə birləşirlər, çalışıb əlləşirlər, yaxşı pul qazanırlar, sadəcə dolanırlar. Dostla birləşən gündən oğlan çıxır zülümdən, həyat üzünə gülür, axır özünə gəlir. Olsa da var dövləti, özünü datmadı qəti, yadına salıb pis günün, dar günün, müflüs günün. Zəybin tutub qolundan, çıxmırdı hak yolundan, şükür edirdi Allaha, gör nələr oldu daha. Qəribədir ruzigar, hər anın öz hökmü var, nə bilsin yazıq oğlan, çıxar qabağına düşman, özü də ki öz yerzisi, tanıdığı bir kəsrisi. Oğlanın varın görüb, onun vəziyyətin bilir, izləyirmiş gizlicə ki onu vursun necə, vurub ömrüm bitirsin, varın özünə götürsün. Fikirləşib hər zaman belə qururmuş bulan, oğlan da bir gün səhər fikirləşib bir qədər, evi xəyal eylədi, dostuna da söylədi, evdən çoxdan çıxmışam, vətən üçün darıxmışam, toy etmək niyyətim var, yolumu da gözləyir yad. Gəl bir yerdə yan yana, gedək Azərbaycana, dostu etiraz etmir, oğlana qaz etmir, baş üstə razıyam mən. Amma evə zəng eyləsən, anovu xəbərdar eylə, getdiyimi izhar eylə. Oğlan da sevinə sevinə, durub zəng edir evinə, deyir 3 günə ana, gələm Azərbaycana. Hazırlaşıb nəhayət, gəlirəm edin ziyafət. Ana eşidir şad olur, sevincdən gözü dolur, deyir ay mənim balam, düzdür çatıbdır məqam, 4 fəsildir getmisən, düz 1 ildir getmisən, qayıt gəl vətənvə, el və məskən və, toyvu edək tez bazar, ax bizim arzumuz var. Oğlan elə həməndən, sevindi oldu xürrəm, sağollaşdı anayla, vidalaşdı anayla, qoyub yerə telefonu, dostu çağırır onu, deyir gəl hazırlanan, sabah vətənə yollanan, hazırlanan zamanda, elə bu vaxtda bu anda, oğlanı izləyən kəs, bu günü gözləyən kəs, eləməmişdən xəbəri, xəlvət girdi içəri, əlində də silahi, gör nə oldu ilahi. Oğlana tərəf attı, oğlan ağzana battı, dostu görür bu halı, götürmür bu sualı, əlini atıb bıçağa, özünü verir qabağa, ki tutsun buna məldə, güllə atırdı məldə. Düşman da görür bunu, oğlanın dostunu, qoymayır tərpənməyə, bir metil də gəlməyə, işini bitirmək üçün, izi itirmək üçün, tez silahı qaldırır, onu da həmən anvırır. Şeytanın qərarıyla, bəndənin udarıyla, dostlar zülüm görürlər, vaxtsız ölüm görürlər. Bu iki dostu vuran kəs, bilməyir neynəsin bər, öldürsə də onları, tapa bilmir pulları, peşmançılığı dərk edir, həmən yeri tərk edir. Bunu eşidib bilənlər, həmən yerə gələnlər, xalqın mərd övladları, çəkilməsə də atları, görüb bu mərhumları, biçarə məzlumları, cənazəyə qoydular, vətənə yola saldılar. Oğlu gözləyən ana, oğul deyən ana, deyirdi gələr oğlum, yetər yerin arzum, toy eləyərəm mən ona, nə bilsin kəfən ona, olar bəylik libası, çatdı işin əsası, tabutu gətirdilər, həyətinə yetirdilər, tabutu görən ana, ah çəkir yana yana, başladı qışqırmağa, başına gözünə vurmağa, qaşı ürək yarəsin, söylədi bu kəlməsini, gözlədin bir il səni, dehansı qatil səni, qanva gəlzan eylədi, məni də peşman eylədi, mən yolumu gözləyirdim, toy eləmək istəyirdim, kəfən oldu paltarım, mənə dəyəydi azlarım, deyə ağlayırdı, oğlu qucaqlayırdı, yapışıb qopmayırdı, ana ayrılmayırdı,
inan bala nəhayət, ora gələn cəmaət, ayırdılar ananı, qəm içində yananı, cənazəni götürdülər, gedib dəfin etdilər. Oğlanı bastıranda, torpağa taşıranda, dostunu da gətirdilər, bir yerdə dəfn etdilər. İki dost bəxti qarə, qoyuldular məzarə. Oğlanın nişanlısı, yəni onun adaqlısı, eşidib bu xəbəri, çəkərək qəm kədəri, dözməyir bu əzaba, bu qəmə istiraba. Yazğın oynayır başı, itir fikri yaddaşı, atan gülləri solur, o gündən bədbaxt olur. Kim dözər bu fəryada, gör nə olur dünyada, şeytanın pilləsinə, namərdin gülləsinə, pul para utbatından, çoxu kötür həyatından. Niyə bunu biz bilmirik, dərk edib düşünmürük, dünya malı hədərdir, hamı gəldi gedərdi. Ey qürbətdə olanlar, vətən oduna yananlar, müsəlman qardaşlarım, dostlarım, sirdaşlarım, sizə məsləhətim var, qoy eləyin bir aşağı, hər işdə oyaq olun, düşmandan uzaq olun, düşman ölməyir etva, eləyir hər kəsi bədbaxt, Tanrıdan arzum budur, versin ammuza uğur, su bayraq toy eylesin, analar qəm görməsin, taley gülsün üzvüzə, sat qayıdın evvizə, qalmayın et biçarə, tutardı bu məqarə.